yarış günü gəldi, çatdı axır ki. Məqsədimiz inşallah Avropa çempionatına hazırlaşmaqdır. Bu sadəcə Avropadan əvvəl həm bizə motivasiya olsun, eyni zamanda idmançılar, yarışa çıxanlar yaxşı bilər. Yarışlarda istər-istəməz nə qədər pro atlet olursan ol, həmişə həyəcan olur. Bizim də bir yarışa çıxmaq səbəbimiz həm o həyəcanımızı biraz növbəti yarışlarda baskılamaq üçün, eyni zamanda təcrübə üçün, o yarışın həyəcanını hiss eləmək üçündür. Həm də görək nəyimiz var, nəyimiz yox, maraqlıdır bizə. Gedək götürək Aydın'ı. Yavaş-yavaş deyib gülə-gülə. Pol Nastrenye yarış arenasına doğru gedək. Düşürür yaş kimi göydən, ey! Aç bir daha. Müəllim qiyməti gördü, bəlkə biraz narahat oldu. Aydın'dan bir yerdə yarış arenasına doğru. Çempionla gəzməyə necə? Geçen. Belki sen çempion olasın. Yarışçılar yavaş yavaş registrasyadan geçecek. Yeni koşmaları tamamlayan vaktiniz hayırlı olsun. Makine tam merkezinde bu yüzden marş grup təqdim olunur ve Keçdi. Şükür Allaha ki, həm travmasız, eyni zamanda da müayinələrin hamısını səhvsiz tamamlaya bildik. Axırıncı dəfə baxanda tabloda 13-cü yerdəydim. İnşallah ki, çox geri qalmarıq. Təcrübədir. Çox xoşuma gəldi. Belə tədbirlərin Azərbaycanda olmağı bizi günü-gündən sevindirir. Həqiqətən idmançıların düşünürəm ki, belə yarışlara ehtiyacı var. Ölkədə hər gün idmana olan maraq, idmana olan qayğı arta-arta gedir. Biz də bir həm məşqçi, eyni zamanda bir atlet kimi sevinirik. İnşallah növbəti yarışlarda görüşənə qədər bizimlə qalın, sağlam olun, davamlı hərəkətdə olun.